Martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Bakı və İrəvan arasında sülh və dövlətlər arası münasibətlərin qurulması ilə bağlı danışıqların yekunlaşdığını açıqlayıb. Çinin yaydığı bəyanata görə iki ölkə arasında uzun müddətdir müzakirə olunan sülh sazişi layihəsinin mətni üzərindəki danışıqlar başa çatıb. Lakin prosesin davamı üçün mütləq bəzi problemlər öz həllini tapmalıdır. Ermənistanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı bütün iddiaları rəsmi şəkildə ləğv edilməlidir. 12-ci Qlobal Bakı forumunda çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirdi ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır. Sülh prosesinin təmin olunması üçün şərtlərdən biri də Ermənistanda sərhəd boyunca delimitarizasiya zonalarının yaradılmasıdır. Silahlı qüvvələrin geri çəkilməsi ilə kifayətlənməməli, həm də hərbi obyektlərin sökülməsi və həmin ərazilərdə təhlükəsizlik zonalarının qurulması tələb edilir. Azərbaycanın strateji məqsədlərindən biri olan Zəngəzur dəhlizinin maneəsiz istifadəsi regiondakı geosiyasi gərginliyin azaldılması baxımından Ermənistan üçün prioritet məsələlərdən biri olmalıdır. Bu dəhlizin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolunun bərpasını təmin etməklə yanaşı, həm də bölgənin tarixi, iqtisadi əlaqələrini gücləndirərək ticarət və kommunikasiya əlaqələrinin yeni mərhələyə qədəm qoymasını mümkün edəcək. Martın 13-də Paşinyan keçirdiyi brifinqdə öz antisülh mövqeyini nümayiş etdirdi. Baş nazir jurnalistlərə açıqlamasında konstitusiya məsələsinin Ermənistanın daxili işi olduğundan müzakirə mövzusu olmadığını və güya Azərbaycanın da öz konstitusiyasında rəsmi İrəvana qarşı ərazi iddiasının olduğunu bildirdi. Bu isə təbii ki, absurd və yanlış fikirdir.